Gürcüstanda bakalavriat 3 il, magistratura təhsili isə 1 il davam edəcək. Bu model yalnız bəzi xüsusi ixtisaslara, o cümlədən tibb sahəsinə şamil edilməyəcək. Paralel olaraq ümumtəhsil məktəblərində isə 12 əvəzinə 11 illik tədris sisteminə keçid planlaşdırılır. Bu barədə Baş nazir İrakli Kobaxidze ali təhsil sahəsində aparılacaq islahatların təqdimatında bildirib. Baş nazir Gürcüstanda ali təhsil sahəsində geniş miqyaslı islahatların aparılacağını açıqlayıb. Onun sözlərinə görə məqsəd ölkədə müasir standartlara uyğun, keyfiyyətcə yeni ali təhsil sistemi formalaşdırmaqdır. Yeni konsepsiyaya əsasən universitetlərdə əsas akademik heyəti tam ştatda çalışan professorlar təşkil etməlidirlər. Hər istiqamətdə bir baş professor, bir neçə asosiativ professor və ondan çox assistent professor fəaliyyət göstərəcək. Yeni sistem professor müəllimlər üçün daha əlverişli əmək şəraiti və yüksək maaşlar nəzərdə tutur. Tam ştatlı professorların minimum əmək haqqı 10.000 lari olacaq. İslahatlar çərçivəsində universitetlərdə tədris keyfiyyətinin bərabərləşdirilməsi, təhsil resurslarının optimallaşdırılması, elmi tədqiqatlarla tədris arasında əlaqənin gücləndirilməsi, müasir proqram və dərs vəsaitlərinin hazırlanması da planlaşdırılır. Baş nazir qeyd edib ki, dövlət universitetlərinin infrastrukturunun yenilənməsi və təhsil sisteminin keyfiyyətinə nəzarətin gücləndirilməsi hökumətin əsas prioritetlərindəndir. O vurğulayıb ki, bu islahatlar Gürcüstanda ali təhsilin keyfiyyətini yüksəldəcək və ölkənin elmi akademik potensialını bərpa etməyə kömək edəcək.